Salam əziz şagirdlər, bugün sizlərlə natural ədədlər mövzusunun izahına baxacağıq. Vaxt itirmədən izaha başlayaq. Natural ədədlər nəyə deyilir? Saymaq üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Bu nə deməkdir? Tutaq ki, masanın üzərində 5 ədəd kitab qoyulur və bizdən soruşur ki, masanın üzərində neçə kitab var? Biz də kitabları sayıb deyirik ki, masanın üzərində 5 dənə kitab var. Əgər heç bir kitab olmasa, biz heç vaxt demərik ki, masanın üzərində 0 ədəd kitab var. Və yaxud da masanın üzərində mənfi 2 ədəd kitab var. Belə bir ifadə heç vaxt istifadə etmirik. Ona görə də bu ədədlər natural ədədlər sayılmır. Yəni biz saymaq üçün bu ədədlərdən istifadə etmirik. Saymaq üçün istifadə etdiyimiz ədədlər isə 1, 2, 3, 4, 5, 6, 7, 8 belə sonsuzluğa qədər gedir. Ona görə də biz bu ədədlərə natural ədədlər deyirik. Natural ədədlər çoxluğu böyük N hərfi ilə işarə edilir. 1-dən başlayır, 1, 2, 3, 4, 5, 6 və beləcə davam edir sonsuzluğa qədər. N də istənilən natural ədəddir və sonsuzluğa qədər davam edir. 0 natural ədəd deyil. Ən kiçik natural ədəd 1-dir. Natural ədədlər sonsuz saydadır. Bundan əlavə olaraq onu deyə bilərik ki, natural ədədlərin cəmi, hasili və qüvvəti hər zaman natural ədəd edir. Amma nisbəti və fərqi isə natural ədəd edə də bilər, etməyə də bilər. Bunu necə göstərə bilərik? Natural ədədlərin cəmi. Məsələn, istənilən bir natural ədəd götürək. 10 + 2 edir 12. Başqa istənilən natural ədədlər götürsək, bunların cəmi də natural ədəd edər. Baxın, burada 10 natural ədəddir, 2 də natural ədəddir. Və onların cəmi olan 12 də natural ədəd edir. İstənilən natural ədəd üçün bu şərti yoxlasaq, görərsiniz ki, natural ədəd alınır. Hasili natural ədəd edir. Məsələn, 20 vurulsun 6 edir 120. 20 də natural ədəddir, 6 da natural ədəddir. Onların hasili də natural ədəd edir. Qüvvəti. Məsələn, 2/4 alınır 16. 2 natural ədəddir, onun qüvvəti də natural ədəd edir. Amma nisbət və fərqə baxaq. Tutaq ki, 6 bölünsün 2. Natural ədədlərin nisbəti elədi 3. Natural ədədlərin nisbəti yenə də natural ədəddir. Amma ola bilər ki, 5-i bölək 2-yə burada alınır 2/5. 2 dənə natural ədədin nisbəti, burada natural ədəd alınmadı. Yəni ona görə deyirik ki, natural ədəd edə də bilər, etməyə də bilər. İndi fərqinə baxaq. 2 natural ədədin fərqinə baxaq. Məsələn, 8/2 eləyir 6. 2 dənə natural ədəddir. 8 də natural ədəddir, 2 də naturaldır. Onların fərqi də natural ədəddir. İndi isə baxaq 2/8-ə. 2/8 isə eləyir -6. Yəni 2 də naturaldır, 8 də naturaldır. Amma onların fərqi natural ədəd etmədi. -6 elədi, bu da tam ədəddir. Deməli, natural ədədlərin fərqi həm natural ədəd edə də bilər, etməyə də bilər. Daha sonra İndi isə rəqəmlərdən danışaq. Ədədləri yazmaq üçün istifadə etdiyimiz simvollara rəqəmlər deyilir. 10 dənə rəqəm var. 0-dan başlayır. 0 rəqəmdir. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. 10 dənə rəqəm var. Buna görə də bizim istifadə etdiyimiz say sistemi də onluq say sistemi adlanır. Ümumiyyətlə say sistemləri 2 yerə bölünür. Mövqeyli və mövqeyi say sistemi. Mövqeyli say sistemi elə say sisteminə deyilir ki, burada rəqəmlərin yerini dəyişdikdə məna da dəyişir. Rəqəmlərin mənası dəyişir. Amma mövqeyli say sistemində isə rəqəmlərin yerini dəyişdikdə mənası dəyişmir. Yəni rəqəmlər durduğu yerdən asılı olmayaraq həmişə eyni mənanı ifadə edirlər. Mövqeyi say sisteminə rum rəqəmlərini misal göstərə bilərik. İndi mövqeyli say sistemindən danışaq. Məsələn, nümunə göstərim 38 və bir də baxaq 83-ə. Buradakı 3 rəqəmi 30-u ifadə edir. 30-u. Burada isə 3-ü. Yəni burada 3 təklikdir, burada isə onluqdur. Burada 8 rəqəmi təkliyi ifadə edir. Burada isə onluğu ifadə edir. Burada 8-dir, burada isə 80-dir. Belə.
Ona görə də belə say sisteminə mövqeli say sistemi deyilir. Onluq say sistemi də mövqeli say sisteminin bir növüdür. İndi isə danışaq siniflər və mərtəbələrdən. Siniflərə aiddir təkliklər, minliklər, qısa yazıram, minliklər, milyonluqlar və milyardlıqlar. Hər sinifə də 3 mərtəbə aiddir. Təkliklər sinifinə aid olan mərtəbələr. Təklik, onluq və yüzlük. Minliklər sinifinə aid olan mərtəbələr minlik, 10 minlik, 100 minlik. Milyonluqlar sinifinə aid olan mərtəbələr milyonluq, 10 milyonluq və 100 milyonluq. Milyardlıqlar sinifinə aid olan mərtəbələr də milyardlıq, 10 milyardlıq və 100 milyardlıqdır. İndi ədədləri oxumaq üçün, böyük ədədləri oxumaq üçün biz siniflərdən istifadə edirik. Necə edirik? Nümunə kimi bir dənə ədəd yazın bura. Bu ədədi oxumaq üçün biz sağdan başlayaraq bu ədədi hər siniflərə ayırırıq və hər sinifdə də 3 rəqəm olmaqla siniflərə ayırırıq. Baxın belə. 1, 2, 3. Bunu da qeyd edim ki, sonuncu sinifdə, baxın gördüyünüz kimi 3 rəqəm olmaya da bilər. Bəzən ola bilər 2 rəqəm olsun, bəzən ola bilər 3 olsun, bəzən ola bilər 1 rəqəm olsun. Daha sonra siniflərin adını yazırıq. Bu təkliklər sinifi, minliklər, milyonluqlar və milyardlıqlar sinifi. Bu ədədi oxumaq üçün də belə oxuyuruq. 2 milyard 764 milyon 843 min 256. Belə. İstənilən ədədi mərtəbə vahidlərinə ayırmaq olar. Məsələn, nümunə üçün bir ədəd yazaq və onu mərtəbə vahidlərinə ayıraq. Bu ədədi mərtəbə vahidlərinə ayıraq. Mərtəbə vahidləri bayaq dedim ki, hansılardır? Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq, 10 milyonluq, 100 milyonluq, milyardlıq, 10 milyardlıq, 100 milyardlıq. Burada ən sonda hansıdır, ona təklik yazırıq. Bu təklik mərtəbə vahidinə aiddir. Sonra nə gəlir? Onluq, onluq, yüzlük, minlik, 10 minlik və 100 minlik. Əgər burada bizdən soruşsalar ki, bu ədəddə neçə təklik var, bu zaman biz ədədi bütövlükdə götürərik. Neçə təklik var? 234.856. Bəs soruşsalar ki, neçə onluq var, o zaman 23.485. Neçə 100 minlik var? 2. Neçə minlik var? 234. Neçə 10 minlik var? 23. Belə. Belə bir suallar ola bilir. Topluda da belə bir sual var. Daha sonra gələk natural ədədin onluq şəkildə yazılışına. Məsələn, nümunə ilə izah edeyim. Bir rəqəm yazaq burada, ədəd yazaq. Belə bir ədəd verilib. Bunu mərtəbə vahidlərinə ayıraq. Bu oldu təkliklər, minliklər. Bunu mərtəbə vahidlərinə ayıraq. Bu oldu təklik, onluq. Bu yüzlük, minlik və 10 minlik. 6, 6. Baxaq ki, hansı mərtəbə vahidinə aiddir? 10 minlik. Deməli, 6 10 minlik mərtəbə vahidi olduğu üçün yazırıq ki, 6 vurulsun 10 min. Sonra bu birinci ikiyə baxaq. Bu minlik mərtəbə vahidi olduğu üçün yazırıq ki, 2 vurulsun, üstə gəl burada, 2 vurulsun 1000. Daha sonra bu 2. Yüzlük mərtəbə vahidi olduğu üçün 2 vurulsun 100. Daha sonra 8. Onluq mərtəbə vahidi olduğu üçün 8 vur 10, üstə gəl 3. Belə. Bunu mərtəbə vahidlərindən bu şəkildə ayırdık. Məsələn, başqa bir nümunə yazaq.
Bu 6'dır. 2 baxaq hansı mərtəbə vahiddir? Təklik, daha sonra onluq, yüzlük, minlik və 10 minlik. Yenə də 2 10 minlik olduğu üçün 2 vurulsun 10 min. Üstə gəl 4 min olduğu, minlik mərtəbə vahidinə aid olduğu üçün 4 vur 1000. Üstə gəl 6 yüzlük mərtəbə vahidinə aid olduğu üçün 6 vurulsun 100. Üstünə gəl 7 onluq mərtəbə vahidinə aid olduğu üçün 7 vur 10 və üstə gəl 3. Beləliklə natural ədədin onluq yazılışını göstərdik. Bunu ədəd üzərində göstərdim. İndi isə bunu dəyişən üzərində göstərim. Bizə necə məsələn sual verilə bilər? Məsələn, belə bir ifadə verə bilər ki, bu ifadəni onluq şəkildə yazın. Əgər bunun üstündə xətt varsa, deməli bu o deməkdir ki, bunların hər biri bir rəqəmdir. Yəni bu 3 rəqəmli ədəddir, belə deyək. Amma əgər xətt olmasaydı, biz belə düşünərdik ki, arasında vurma var. Yəni A vur B vur C kimi düşünərdik. Amma üstündə xətt varsa, deməli hər biri bir rəqəmdir. Bunu onluq şəkildə yazmaq üçün mərtəbə vahidlərini ayıraq: təklik, onluq və yüzlük. İndi isə A yüzlük mərtəbə vahidi olduğu üçün yazırıq ki, 100 vurulsun A, 100A. Üstünə gəlinsin 10 vurulsun B, 10B. Üstünə gəlinsin C. Beləliklə mərtəbə vahidini ayırdıq və yaxud da belə verilə bilər: A, A, B. Üstündən xətt. Yazırıq ki, 100A, üstə gəl 10A, üstə gəl B. Belə. Sonda bunu da sadələşdiririk. Eləyir 110A, üstə gəl B. Başqa şəkildə də verilə bilər. Məsələn, nümunə göstərim. Belə bir ifadə verilə bilər. A, B, üstə gəl A, B, A, B, B. İfadəni sadələşdirin. Yenə də hər birini onluq şəkildə yazmalıyıq və sadələşdirməliyik. Təkliklə mərtəbələri ayırsaq, təkliklər, yəni bu misaldan çoxlu yazanda artıq mərtəbə vahidlərinə də ayırmağa ehtiyac qalmır. O qədər yazırsınız və öyrənirsiniz. Daha sərbəst şəkildə yaza bilirsiniz. Təklik, onluq, yüzlük. Yüzlük olduğu üçün 100A, üstə gəl 10A, üstə gəl B. Daha sonra üstə gəl 100A, üstə gəl 10B, üstə gəl B. Daha sonra oxşar hədləri islah edək, yəni toplayaq. 100A, 10A və 100A. Burada alınır. Neçə alınır? 210A. Bərabərdir 210A. İndi B'lərə baxaq. B, 10B və B. Bu da eləyir 12B. Beləliklə sadələşdirdik. Ədədlər tək və cüt olmaqla 2 qrupa bölünür. Cüt ədədlər nəyə deyilir? Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlərə cüt ədədlər deyilir. Məsələn, bir ədəd yazaq. Sonu 6 ilə bitdiyi üçün biz bu ədədə cüt ədəd deyirik. Və yaxud da bura bir dənə 0 yazaq. Sonu 0 ilə bitdiyi üçün bu ədədə cüt ədəd deyirik. Cüt ədədlər sonsuz saydadır. Ən kiçiyi 2-dir. Və ümumi şəkildə cüt ədədlərin ümumi yazılışı var. Belə yazılır. 2n şəklində yazılır. Burada n natural ədəddir. Yəni n yerinə istənilən natural ədədi qoysaq, biz burada cüt ədəd almış olarıq. Məsələn, n yerinə qoyaq 7. Onda olur 2 vur 7, 2 dəfə 7 eləyir 14. Cüt ədəd alındı. Sonra keçək tək ədədlərə. Tək ədədlər nəyə deyilir? Sonu 1, 3, 5, 7 və 9 ilə bitən ədədlərə də tək ədədlər deyilir. Tək ədədlər də eyni zamanda cüt ədədlər kimi sonsuz saydadır. Tək ədədlərin də ümumi şəkli necədir? Onu deyim. 2n çıx 1.
ümumi şəkildə belə yazılır. Burada da eyni zamanda n yerinə istənilən natural ədədi qoysaq tək ədəd almış olarıq. Məsələn, nümunə kimi n yerinə qoyaq 2-ni. Olur 2 vur 2 çıx 1. 4-dən də 1 çıxanda eləyir 3. Gördüyünüz kimi tək ədəd alındı. Daha sonra xassələrinə baxaq. Tək və cüt ədədlərin xassələri. Məsələn, tək ədədin üstünə tək ədəd gələndə necə ədəd alınır? Sonra təkin üstünə cüt gələndə, cütün üstünə cüt gələndə, daha sonra təki təkə vuranda, təki cütə vuranda, sonra cütü cütə vuranda bunlara baxaq. Bunları əzbər öyrənməyə ehtiyac yoxdur. Bunların yerinə rəqəm qoymaqla tapa bilirik, müəyyən eləyə bilirik ki, məsələn, tək ədədin üstünə tək ədəd gələndə necə ədəd alınır. Məsələn, nümunə kimi göstərək, bir dənə tək ədəd götürək, 3, birini də götürək 7. 3-ün üstünə 7 gələndə alınır 10. Yəni 10 cüt ədəddir. Ona görə deyə bilərik ki, təkin üstünə tək gələndə cüt alınır. Daha sonra təkin üstünə cüt gəlir. 3-ün üstünə 2 gələk. 3 tək 2 cütdür. Eləyir 5. Deməli tək ədəd alınır. Cütün üstünə cüt gələk. Yəni 10-un üstünə gələk 12. Hər ikisi cütdür. Eləyir 22. Bunların cəmi də cüt ədəd olur. Daha sonra tək ədədə vuraq. Məsələn, 5 vur 7. Eləyir 35. Yəni 35 də təkdir. Ona görə də təki təkə vuranda alınır tək ədəd. Sonra tək ədədi cüt ədədə vuraq. Məsələn, 5 vur 10. Alınır 50. Beləliklə deyə bilərik ki, tək ədədi cüt ədədə vuranda cüt ədəd alınır. Cüt ədədi cüt ədədə vuraq. Məsələn, 8 vur 6 alınır 48. Deməli, 48 də cüt olduğuna görə cütü cütə vuranda cüt ədəd alınır. Daha sonra bunların qüvvətləri qaldı. Onları da yazın. Məsələn, tək ədəd üstü n, bir də cüt ədəd üstü n. Tək ədəd üstü n. Məsələn, nümunə göstərək. 3 üstü 3 alınır 27. Tək ədəd alınır. Və yaxud da göstərək 3 üstü 4 alınır 81. Yenə də tək ədəd alınır. Başqa cütə nümunə göstərək. 2 üstü 4 16. 2 üstü 5 32. Həm 16, həm də 32 cüt ədəddir. Deməli, cüt ədəd üstü n yenə də cüt ədəd edir. Bunları bildik. Bir də nümunə misal göstərmək istəyirəm. Bayaq qeyd etdim ki, cüt ədədlər ümumi şəkildə 2n kimi yazılır. Tək ədədlərdə 2n çıx 1 kimi yazılır. Tutaq ki, bizə belə bir məsələ verib. 3 ardıcıl cüt ədədin cəmi 42 edərsə, bu ədədlərdən böyüyünü tapın. Bir də deyim, 3 ardıcıl cüt ədədin cəmi 42 edərsə, bu ədədlərdən böyüyünü tapın. Bilirik ki, cüt ədədlər ümumi şəkildə 2n kimi yazılır. 2n kimi. Birinci ədədi götürək 2n kimi. Bunun ardınca gələn cüt ədəd neçə olar onu tapmalıyıq. 2n-dən sonra gələn cüt ədəd 2n plus 2 olar. Çünki cüt ədədlər 2-2 artır. Həm cüt ədədlər, həm də tək ədədlər 2-2 artır. Məsələn, niyə? Nümunə göstərək. Bir cüt ədəd, sonra ardınca gələn 4. 2, sonra 4. Sonra gəlir 6, 8. Gördüyünüz kimi bunlar 2-2 artır. Və yaxud da təkə də nümunə göstərsək, 7, 9, 11 gördüyünüz kimi bunlar da 2-2 artır. Ona görə də biz birincini 2n götürsək, ikinci bunun ardınca gələn cüt ədədi 2n plus 2 kimi yazırıq. Bir də 3-dən deyirdi axı. Üçüncünü də yazırıq 2n, 2n plus 2-nin üstünə də 2 gəlirik, edir 2n üstə gəl 4. Bir də deyib ki, bunların cəmi 42-dir. İndi bunları cəmləyək 42-yə bərabər edək. Baxın, cəmləyirəm bunları. Bərabər eləyirəm 42-yə. 42. İndi bunu ifadəni sadələşdirin. Bu tənlikdir. Tənliyi həll etmək üçün bilirik ki, dəyişənləri bərabərlikdən bir tərəfə, ədədləri isə digər tərəfə yığırıq. 2n, 2n, 2n və onu da deyim ki, əgər dəyişən və yaxud da ədəd bərabərlikdən bir tərəfdən, bərabərliyin bir tərəfindən digər tərəfinə keçərsə, bu zaman öz işarəsini əksinə olaraq dəyişir. 2n üstə gəl, 2n üstə gəl, 2n edir 6n. Sonra 2 üstə gəl 4 eləyir 6, bərabərdir 42. İndi 6-nı kesirək sağ tərəfə, olur 42 çıx 6. 42-dən də 6 çıxanda 36. N-i burada tapdıq ki, n 6-dır.
En altıdırsa bizdən böyük ədədi soruşur. Ədədlərdən birincisi 2n idi, ikincisi 2n plus 2, üçüncüsü də 2n plus 4 idi. Ən böyüyü 2n plus 4'dür. Bizdən də 2n plus 4'ün qiymətini soruşur. Biz n'in qiymətini tapmışıq, yerinə qoyaq. 2n plus 4 bərabərdir. 2 vur 6 üstə gəl 4, 12 üstə gəl 4 elədi 16. Əgər kiçiyini soruşsaydı, 2n'in yerinə qoyardıq. N 6'dır, 2n də eləyir, 2 vur 6, yəni 12. 12, 12'den sonra gelen sayı hansıdır? 14, sonra da 16. Belə. İndi tutaq ki, bizə bu sualı tək ədədlə bağlı verir. Məsələn, deyir ki, 3 ardıcıl tək ədədin cəmi. 3 ardıcıl tək ədədin cəmi 39 olarsa, bu ədədlərdən kiçiyini tapın. Belə deyil. Deməli, birinci tək ədəd 2n çıx 1'dir. Bundan sonra gələn tapmaq üçün bunun üstünə 2 gəlməliyik. 2n çıx 1'in üstünə 2 gələndə alınır 2n üstə gəl 1. Bunun da üzərinə 2 gələndə alınır 2n üstə gəl 3. Bunların cəmi dedim ki 39'dur. Bunları cəmləyək 39'a bərabər edək. Cəmləyək bərabər edək 39'a və bu tənliyi həll edək. 2n, 2n, 2n. Cəmi eləyir 6n. 6n. Sonra mənfi 1 üstə gəl 1 eləyir 0. Üstə gəl 3 eləyir 3. Bərabərdir 39. 6n bərabərdir 3'ü bərabərliyin sağ tərəfinə keçiririk. Olur 39 çıx 3 36. N də bərabərdir 6'ya. N'i 6 tapdıq. Ən kiçiyini tapmaq üçün də təbii ki ən kiçiyi 2n minus 1'dir. 2n çıx 1. Bu ifadədə n'in qiymətini yerinə qoyuruq. Bərabərdir. 2 vur 6 çıx 1. Bu da eləyir 11. Ən kiçiyi 11'dir deməli. Ondan sonra gələn tək ədəd 13. Sonra da 15. Belə. Əgər ən böyüyünü sorsaydı 15 deyərdik. Qalıqsız və qalıqlı bölmə. İndi isə qalıqsız və qalıqlı bölmə, daha sonra isə bölünmə əlamətlərindən danışarıq. Birinci qalıqsız bölmədən başlayayım. A bölünsün B. Qalıq da 0 edir. Adından göründüyü kimi qalıqsız bölmədə qalıq olmur. Yəni qalıq 0'a bərabər olur. Burada A bölünəndir. Bölünən. B böləndir. Bölən. C də qismətdir. Biz burada A'nı tapmaq üçün B'ni C'ye vururuq. A bərabərdir. B vurulsun C. Əgər qalıq 0'dan bir fərqli ədəd olarsa, bu zaman bu bölmə qalıqlı bölmə olur. Qalığın yerinə R yazaq. Qalığa R ilə işarə edək. Bu zaman C'ye qismət deməliyik. C natamam qismət olar artıq. Çünki A B'ye tam bölünmür. C oldu natamam qismət. Natamam qismət. R də qalıqdır. R qalıqdır. Biz burada A'nı tapmaq üçün, yəni bölünəni tapmaq üçün böləni vururuq natamam qismətə, üzərinə də qalığı gəlirik. Yəni B'ni vururuq C'yə, üstünə də R gəlirik. Beləliklə də bölünəni tapmış oluruq. Buna aid necə sual düşə bilir? Məsələn, deyir ki, A ədədini 5'ə böldükdə natamam qismət 3, qalıq da 2 olarsa bölünəni tapın. Yəni burada bölünən A ədədidir. Bizdən A ədədini soruşur. A bərabərdir sual. Deyir ki, A ədədini 5'ə böldükdə, 5'ə bölürüksə deməli bölən 5'dir. Yəni B bərabərdir 5'ə. 5'ə böldükdə natamam qismət 3, C natamam qismətdir 3. Qalıq da 2 olarsa, R bərabərdir 2 olarsa bölünəni tapın, yəni A'nı tapın. Biz buradan A'nın izi tapırıq. Bu sonuncu yazdığım düstura diqqət yetirək. A'nı tapmaq üçün biz böləni vururuq natamam qismətə, üzərinə qalığı gəlirik. Yəni A'nı tapmaq üçün bölən nədir? 5. Natamam qismətdə 3. 5'i vururuq 3'ə, üzərinə də 2'ni gəlirik. 5 dəfə 3 15, 15 üzə gəl 2 eləyir 17. Deməli, həmin ədəd, yəni bölünən 17 imiş. Qalıqlı bölmədə
önəmli bir qayda var. İndi onu deyim. Qalıqlı bölmədə hər zaman qalıq böləndən kiçik olmalıdır. Yəni R kiçik olmalıdır B-dən. Qalıq böləndən kiçik olmalıdır. Buna aid misal necə düşə bilir? Sual necə düşə bilir? Məsələn, düşə bilir ki, hər hansı bir ədədi 5-ə böldükdə, ədədi yazın burada, ədədi 5-ə böldükdə alına bilən qalıqların cəmi. Alınan qalıqların, qısa yazıram, qalığın yerinə R yazım, R-lərin cəmi yəni. Necə tapırıq burada? Deməli, bölən 5-dir. Ədədi 5-ə bölürük. Biz əgər ədədi 5-ə bölürüksə, bu zaman alınan qalıqlar 5-dən kiçik olmalıdır. Bu qaydaya əsasən, baxın bu qaydaya əsasən. R, yəni qalıq hər zaman böləndən kiçik olmalıdır. 5-dən kiçik ədədlər hansılardır? 4, təbii ki, natural ədədlər. 4, 3, 2 və 1. Deməli, ədədi 5-ə böldükdə alına bilən qalıqlar bunlardır. Bunların da cəmini soruşursa, biz də bunları cəmləyək. 4 üstə gəl 3, üstə gəl 2, üstə gəl 1, neçə eləyir? 10. Deməli, ədədi 5-ə böldükdə alına bilən qalıqların cəmi 10-dur. Bu qaydaya aid başqa sual necə düşə bilir? 10 deyim. Məsələn, başqa bir sual yazım. Tutaq ki, deyir ki, ədədi 8-ə böldükdə aşağıdakılardan hansı qalıq ola bilməz? Ədədi 8-ə bölürük. Deməli, burada bölən neçədir? Bölən 8-dir. Yazıram, B bərabərdir 8-dir. B 8-dirsə, deməli, qalıqlar 8-dən kiçik olmalıdır. Alına bilən qalıq 8-dən kiçik olmalıdır. Deyir, aşağıdakılardan hansı qalıq ola bilməz? Tutaq ki, A variantında verib 3, B variantında verib 2, C variantında verib 7, D variantında verib 10. Təbii ki, biz bilirik ki, qalıq böləndən kiçik olmalıdır. Yəni 8-dən kiçik olmalıdır. A variantında 3 yazılıb. Bəli, 3 ola bilər. 3 8-dən kiçikdir. 2 ola bilər, 2 8-dən kiçikdir. 7 ola bilər, 10 ola bilməz. Qalıq heç zaman 10 ola bilməz. Buna izah da edim ki, qalıq niyə böləndən kiçik olmalıdır? Tutaq ki, ədədi 8-ə bölürük, qalığı tapdıq 10. Bu mümkün deyil axı. Çünki qalıq əgər sonda biz 10 aldıqsa, onu təzədən 8-ə bölərikdə, 10 da 8-ə bölünər bir dəfə, qalıq 2 olacaq avtomatik olaraq. Və yaxud da ola bilər ki, bizə desin ki, ədədi 8-ə böldükdə qalıq aşağıdakılardan hansı ola bilər? Bayaq bilməz deyirdi, indi deyir ki, bilər. A variantında verib 10, B variantında verib 5, C variantında verib 12, D variantında verib 13. Bu sualı özünüz düşünün. Bir dəqiqə düşünün cavabı, videonu dayandırın, cavabı tapın. Sonra təzədən düz düşünüb düşünmədiyinizi yoxlayın. İndi, əgər bölən 8 isə, bu zaman biz bilirik ki, alına bilən qalıqlar 8-dən kiçik olmalıdır. Bizdən də soruşub ki, ədədi 8-ə böldükdə qalıq hansı ola bilər? 10 A variantına baxaq. 10 ola bilməz, çünki 18-dən böyükdür. 12 ola bilməz, C variantına baxın. 12 8-dən böyükdür. 13 ola bilməz. B variantı ola bilər. 5 8-dən kiçikdir. Yəni qalıq böləndən kiçik olmalıdır. Ona görə B variantı ola bilər. Bundan sonra bölünmə əlamətlərinə keçək. Bölünmə əlamətləri. Deməli, bölünmə əlamətləri bizə ən çox harda lazım olur? Tutaq ki, bir ədəd verib, bizdən soruşur ki, bu ədəd 2-yə bölünür və yaxud da 3-ə bölünür ya yox. Biz bunu şifahi şəkildə 2-yə və yaxud da 3-ə bölmədən, vaxt itirmədən daha rahat şəkildə müəyyən edə bilirik bölünmə əlamətlərinin köməyi ilə. İndi başlayaq 2-yə bölünmə əlamətindən. 2-yə bölünmə əlaməti nədir? Bütün cüt ədədlər 2-yə bölünür. Cüt ədəd də demişik ki, nəyə deyilir? Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər 2-yə bölünür. Buna aid bir nümunə göstərək. Məsələn, 688. Bu cüt ədəddir, deməli 2-yə bölünür. Və yaxud da 6880. Bu da cüt ədəddir və 2-yə bölündüyünü rahat deyə bilərik. Sonra keçək 3-ə bölünmə əlamətinə. 3-ə bölünmə əlaməti nədir? Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür.
ədədin rəqəmlərinin cəmi əgər 3-ə bölünürsə, həmin ədəd deməli 3-ə bölünür. Məsələn, nümunə olaraq yazım 111. Biz bu ədədi 3-ə bölmədən də rahat şəkildə müəyyən edə bilərik ki, 3-ə bölünür ya yox. Necə? Bunun rəqəmləri hansılardır? 1, 1 və 1. Rəqəmlərinin cəmini tapırıq. 1 + 1 + 1 neçə eləyir? 3. 3 3-ə bölünürsə, deməli bu ədəd də 3-ə bölünür. 3 3-ə bölündüyünə görə biz deyə bilərik ki, 111 də 3-ə bölünür. Başqa nə yaza bilərik? Məsələn, yazaq 2, 5, bunların cəmi elədi 7, bir də 2. İndi bunların cəminə baxaq. 2 + 5, bu ədədin rəqəmlərinin cəminə baxaq. Elə 9. 9 3-ə bölündüyünə görə, deməli biz deyə bilərik ki, bu ədəd də 3-ə bölünür. Belə. Keçək 4-ə bölünmə qaydasına. Əgər ədədin son 2 rəqəmi 0 ilə bitirsə və son 2 rəqəmi 4-ə bölünürsə, deməli bu ədəd 4-ə bölünür. Məsələn, yazaq 400. Gördüyünüz kimi son 2 rəqəmi nə ilə bitir? 0 ilə. Deməli bu ədəd rahat şəkildə deyə bilərik ki, 4-ə bölünür. Və yaxud da 700. Son 2 rəqəmi 0 ilə bitir. Deməli bu ədəd 4-ə bölünür. Başqa. 756. Son 2 rəqəmi görürsünüz ki, 56 ilə bitir. Baxın. Son 2 rəqəmi 56, yəni 4-ə bölünürsə, deməli bu 756 da 4-ə bölünür. 56 4-ə bölündüyü üçün deyə bilərik ki, 756 da 4-ə bölünür. Keçək 5-ə bölünmə əlamətinə. 5-ə bölünmə əlaməti nədir? Ədədin son rəqəmi 0 və 5 ilə bitərsə, bu ədəd 5-ə bölünür. Məsələn, 3250 sonu 0 ilə bitir. Deməli, 5-ə bölünür. 5785 sonu 5 ilə bitirsə, deməli bu ədədlər də 5-ə bölünürlər. Bunu bildik. İndi keçək 6-ya bölünmə əlamətinə. 6-ya bölünmə əlaməti nədir? 6-ya bölünmə əlaməti. Əgər ədəd 2-yə, həm 2-yə, həm də 3-ə bölünürsə, deməli bu ədəd həm də 6-ya bölünür. Yəni 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür. Məsələn, nə yazaq? 6-ya bölünmə əlamətinə nümunə nə yazaq? Məsələn, 132. Bu ədəd həm 2-yə, həm də 3-ə bölünürsə, biz deyə bilərik ki, bu 6-ya bölünür. İndi gəlin yoxlayaq. 2-yə və 3-ə. Gəlin yoxlayaq. 2-yə bölünmə əlamətini yadınıza salaq. Dedik ki, bütün cüt ədədlər 2-yə bölünür. Baxırıq ki, bunun sonu 2 ilə bitir. 2 ilə bitən ədəd də cüt olduğuna görə, deməli 132 2-yə bölünür. Bəli, bölünür. Bölünür. Daha sonra baxaq 3-ə bölünmə. 3-ə bölünmə əlamətini yadımıza salaq. Ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, deməli bu ədəd də 3-ə bölünür. Rəqəmlərinin cəmi neçə eləyir? 1 + 3 + 2. Eləyir 6. 6 3-ə bölündüyünə görə, deməli 132 ədədi özü də 3-ə bölünür. Bu ədəd həm 3-ə, həm də 2-yə bölündüyünə görə deyə bilərik ki, həm də 6-ya bölünür. Belə, bu da 6-ya bölünmə əlaməti. Daha sonra 7-yə bölünmə əlamətinə baxaq. Bir də 7-yə, 11-ə və 13-ə bölünmə əlaməti var, ümumi şəkildə hər üçü üçün. Onu da indi sırayla deyirəm, ora çatanda onu da deyirəm. 7-yə bölünmə əlaməti nədir? Ədədin son rəqəmini 5-ə vururuq. Yerdə qalan hissəni də 10 üzərinə əlavə edirik. İndi bunu necə edirik? Onu deyim. Məsələn, bir ədəd götürək. Baxaq 7-yə bölünür ya yox. 326. Bunun son rəqəmi hansıdır? 6. 6-nı 5-ə vurarıq. 6-nı vururuq 5-ə. Qalan hissə hansı hissədir? 32. 32-ni də bunun üzərinə əlavə edirik. 6 dəfə 5 eləyir 30. 30-un üstünə də 32 gəlirik. Eləyir 32. Neçə eləyir? 62. 62 də 7-yə bölünmür. Deməli, bu ədəd 7-yə bölünmür. Belə. Tutaq ki, yazaq indi 336. 336. Bunu bölək 7-yə. Deməli, necə bölürük? Son rəqəminə baxırıq. 6. 6-nı vururuq 5-ə. Üzərinə də
33-ü əlavə edirik. 6 dəfə 5 30, 30 üstə gəl 33. Bilir neçə? 63. 63 də 7-yə tam bölünür. Deməli, bu 336 ədədi də 7-yə bölünür. Belə. Bu oldu 7-yə bölünmə əlaməti. Keçək 8-ə bölünmə əlamətinə. 8-ə bölünmə əlaməti 4-ə bölünmə əlamətinə oxşardır. Oxşar. Necə? Deməli, ədədin əgər son 3 rəqəmi 0 olarsa və son 3 rəqəmi 8-ə bölünərsə, bu ədədin özü də 8-ə bölünür. Məsələn, nümunə göstərim. 4512. 4512. Son 3 rəqəmi 512 8-ə bölünür. Deməli, bu ədəd özü də 8-ə bölünür. Daha sonra bir də dedik ki, əgər son 3 rəqəmi 0 olarsa, məsələn, 7000. Son 3 rəqəmi 0-dır. Deməli, bu ədəd də 8-ə bölünür. Belə. Keçək 9-a bölünmə əlamətinə. 9-a bölünmə əlaməti necədir? Ədədin rəqəmlərinin cəmi əgər 9-a bölünürsə, deməli, bu ədəd də 9-a bölünür. 9-a bölünmə əlaməti də 3-ə bölünmə əlamətinə oxşardır. Məsələn, nə yazım? 8802. Baxaq. Bunun rəqəmlərin cəminə baxaq. 8 üstə gəl 8, üstə gəl 0, üstə gəl 2. Eləyir 18. 18 bildiyimiz kimi 9-a bölünür. Deməli, bu ədəd də 9-a bölünür. Keçək 10-a bölünmə əlamətinə. 10-a bölünmə əlaməti ən sadəsidir. Sonu 0 ilə qutaran natural ədədlər 10-a bölünür. Məsələn, 9870. Sonu 0 ilə bitir, deməli 10-a bölünür. 7740. Sonu 0 ilə bitir, deməli bu ədəd 10-a bölünür. Belə. Sonra, bayaq dediyim kimi 11-ə çatdıq. 7, 11, 7, 11 və 13 üçün bölünmə əlamətləri var. Hər üçü üçün ödənir. Bu bölünmə əlaməti necədir? Deməli, bizə bir ədəd verib, həmin ədədin son 3 rəqəmini ayırırıq. Yerdə nə qalırsa, onların fərqini tapırıq. Əgər alınan fərq 7-yə, 11-ə və yaxud da 13-ə bölünürsə, deyirik ki, bu ədəd bunları bölünür. Məsələn, nümunə kimi yazaq. Bu ədədi yazdım. Deməli, bunun son 3 rəqəmini ayırdıq. Bu hissədə belə qaldı. 3'ü ayırırıq da, belə düşünün. Daha sonra böyük hissədən, yəni 312-dən çıxaq 81-i. Fərqlərinə baxaq. Neçə eləyir fərqi? Deməli, 231. 231. İndi baxırıq 231 7-yə bölünürsə, deməli bu ədəd də 7-yə bölünür. Və yaxud da 231 11-ə bölünürsə, ədəd 11-ə bölünür. 13-ə bölünürsə, deməli ədəd də 13-ə bölünür. Bir-bir yoxlayaq. 231-i bölək 7-yə. 7-yə. 3 dəfə 7, 21. 2 qalır. 21, 7, indi 3 dəfə bölünür. Deməli, bu ədəd 7-yə bölünür. Deməli, 81312 də 7-yə bölünür. Sonra 11-ə bölək. 231-i bölək 11-ə. 2 dəfə alınır 22, qalır. Çıxanda eləyir 1. 11 də 11-ə bir dəfə. Deməli, 11-ə bölündüyü üçün deyə bilərik ki, 81312 ədədi 11-ə bölünür. Bir də indi son olaraq 13-ə bölünməni də yoxlayaq. 231-i bölək 13-ə. 13-ə bir dəfə. Qalır 10. Bir gətiririk. 101 13-ə bölünür 7 dəfə. 7 dəfə 13 eləyir 91. Qalıq da qalır 10. Tam bölünmür. Deməli, bu ədəd 13-ə bölünmür. 81312 13-ə bölünmədi. Amma 7-yə və 11-ə bölündü. Belə. Deməli, bir də təkrar edeyim. Əgər verilən ədəddən nə edirik? Son 3 rəqəmini ayırırıq. Yerdə nə qalırsa, onların fərqini tapırıq. Təbii ki, burada böyüyündən kiçiyini çıxırıq. Əgər fərq də bunlardan hər hansı birinə bölünərsə, onda deyirik ki, bölünür. Bu ədəd də həmin ədədə bölünür. Yəni 7-yə bölünür.
Daha sonra 12'ye bölünmə var. 14'ə 12, deməli bunları yazdım. 14, 12, 14 var. Sonra 18. Bu necə olur? Deməli 12 bölmə əlaməti nədir? 3-ə və 4-ə bölünən ədədlər 12-yə bölünür. Çünki 3 dəfə 4 12 edir. İndi deyərsiniz ki, niyə 2 və 6-nı götürmürük? 2 dəfə 6 da 12 edir axı. Bu götürdüyümüz ədədlər də qarşılıqlı sadə olmalıdır. 3 və 4 qarşılıqlı sadədir. Ona görə deyirik ki, 3-ə və 4-ə bölünənlər 12-yə bölünür. Daha sonra 14, 2'ye və 7. 2 ilə 7 gördüyünüz kimi qarşılıqlı sadə ədədlərdir. 2'ye və 7'ye bölünən ədədlər 14'ə bölünür. 18 də 2'ye və 9'a bölünən ədədlər 18'ə bölünür. Məsələn, nümunə göstərək birinə. 15 qaldı bu arada, 15. 3'ə və 5'ə bölünən ədədlər 15'ə bölünür. Elə 15'ə nümunə göstərək. Məsələn, 3435. Baxaq. 5'ə bölünür. Çünki 5'ə bölmə əlamətini yadınıza salaq. 5'ə bölünür. Çünki 5'ə bölmə əlaməti nə idi? Sonu 0 və 5 ilə bitən ədədlər 5'ə bölünürdü. Sonu 5 ilə bitir, deməli bu ədəd 5'ə bölünür. İndi 3'ə bölünməni yoxlayaq. Əgər ədədin rəqəmlərinin cəmi 3'ə bölünürsə, deməli bu ədəd də 3'ə bölünür. Rəqəmlərinin cəmini tapaq. 3 hissə gəl 4, hissə gəl 3 hissə gəl 5. Edir 15. 15 3'ə bölündüyü üçün, deməli 3435 ədədi də 3'ə bölünür. Bu ədəd həm 3'ə, həm 5'ə bölündüyü üçün deyə bilərik ki, 15'ə də bölünür. Belə. Bu şəkildə digərlərini də yoxlaya bilərsiniz. 25'ə bölmə əlamətindən danışaq. 25'ə bölmə əlaməti 4'ə bölmə əlaməti ilə demək olar ki, eynidir. Necə? Deməli, verilmiş ədədin son 2 rəqəmi əgər 0 olarsa və həmçində son 2 rəqəminin əmələ gətirdiyi ədəd də 25'ə bölünərsə, deməli bu ədəd 25'ə bölünür. Məsələn, nümunə yazaq, 1250. Son 2 rəqəminin əmələ gətirdiyi ədədə baxaq, 50. 50 25'ə bölünür, deməli bu ədəd özü də 25'ə bölünür. Və yaxud da son 2 rəqəmi gördüyünüz kimi 0'dır. Son 2 rəqəmi də 0 olarsa, deməli bu ədəd 25'ə bölünür. Bu qədər. Bölünmə əlamətlərindən bu qədər. Daha sonra bölünmə əlamətlərinə aid nümunə misallar necə düşə bilir? Onlara baxaq. Məsələn, necə suallar düşə bilir? Tutaq ki, verir ki, aşağıdakı ədədlərdən hansı 4'ə qalıqsız bölünür? Biz bir də götürüb ədədləri 4'ə bölmürük təbii ki, vaxt itirmirik. Bölünmə əlamətini tez yadımıza salırıq, ona uyğun yazırıq. Məsələn, A variantında verir 3215. B variantında verir 5643. C variantında verib 2121. D variantında da verib 2448. Biz dedik ki, əgər 4'ə bölmə əlaməti nə idi? Ədədin son 2 rəqəmi 0 olarsa və son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4'ə bölünərsə, bu ədəd 4'ə bölünür. Görürük ki, son 2 rəqəmi 0 olan variant yoxdur. Ona görə də son 2 rəqəmin əmələ gətirdiyi ədədə baxırıq. Hansı 4'ə bölünür? 15 4'ə bölünür, xeyr. 43 bölünür, xeyr. 21 bölünmür, amma 48 4'ə bölünür 4 dəfə. Deməli, 2448 ədədi özü də 4'ə bölünür. Cavab D variantı. Başqa necə düşə bilər? Məsələn, aşağıdakı ədədlərdən hansı, şərti yazmıram, deyirəm. Aşağıdakı ədədlərdən hansı həm 2'yə, həm də 5'ə bölünür? Belə sual düşə bilər. Tutaq ki, A variantını verib 3231, B variantını verib 3222, C variantını verib 56, C variantında verib 3412, D variantında verib 2550.
Aşağıdakı ədədlərdən hansı həm 2-yə, həm də 5-ə qalıqsız bölünür? Yenə də bölünmə əlamətlərini yadınıza salırıq. 2-yə bölünmə əlaməti nə idi? Bütün cüt ədədlər 2-yə bölünür. 5-ə bölünmə əlaməti nə idi? Sonra 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. Bu hər iki şərti ödəyən ədəd bizə lazımdır. Deməli, A variantına baxırıq. Bu tək ədəddir, çünki sonu 1 ilə bitib. A variantı getdi. Yəni 2-yə bölünmür. 5-ə də bölünmür, çünki sonu 1 ilə bitib, nə 0, nə də 5 ilə bitməyib. B variantına baxaq. Cüt ədəddir, çünki sonu 2 ilə bitib. Deməli, bu 2-yə bölünür, amma 5-ə bölünmür. 5-ə bölünmə əlaməti nə idi? Sonu 0 və 5 ilə bitməlidir. Nə 0, nə də 5 ilə bitmir. Deməli, 5-ə bölünmür. C variantına baxaq. Sonu 6 ilə bitir, cüt ədədlə bitir. Deməli, 2-yə bölünür. Amma 5-ə bölünmür. Çünki sonu 0 və 5 ilə bitmir. D variantına baxaq. Sonu 0 ilə bitir. Bunu görən kimi deyirik ki, bu ədəd 5-ə bölünür. Həm də cüt ədəddir. Ona görə də həm 2-yə də bölünür. Həm 2-yə bölündü, həm də 5-ə bölündü. Deməli, cavab D variantı. C variantına baxaq. Sonu 2 ilə bitir. Cüt ədəddir. 2-yə bölünür, amma 5-ə bölünmür. C variantı da getdi. Cavab D variantı. İndi başqa bir suala baxaq. Biraz başqa formadadır bu sual. Belə bir ədəd verib bizə. Şərtdə deyir ki, 6 rəqəmli ədədi 6-ya bölünərsə 6-ya A hansı qiyməti ala bilər? Biz tez 6-ya bölünmə əlamətini yadınıza salırıq. 6-ya bölünmə əlaməti nə idi? Həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya bölünürdü. Bu ədədin 6-ya bölünməsi üçün bu həm 2-yə bölünməlidir, həm də 3-ə bölünməlidir. İndi isə 2-yə və 3-ə bölünmə əlamətlərini yadınıza salaq. 2-yə bölünmə əlaməti nə idi? Bütün cüt ədədlər 2-yə bölünür. 3-ə bölünmədə rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. Deməli, 2-yə bölünməyə görə bu cüt ədəd olmalıdır. Yəni A 0 ola bilər, 2, 4, 6, 8 rəqəmlərindən biri ola bilər. Bir də bunu deyim ki, əgər üstündə xətt çəkibsə, bunu demişdim. Deməli, bunların hər biri bir rəqəmdir. Yəni, A bir rəqəmdir. A heç vaxt burada ədəd ola bilməz. A yalnız rəqəm ola bilər. Gəlin yoxlayaq. A cüt rəqəmlər ola bilər, bunu dedim. Daha sonra 3-ə bölünmə əlamətinə görə də bunun rəqəmlərinin cəmi 3-ə bölünməlidir. İndi rəqəmlərinin cəmini tapaq. 4 üstə gəl 5, üstə gəl 6, üstə gəl 8, üstə gəl 9, üstə gəl A. Üstə gəl A neçə eləyir? Deməli, eləyir 32, 32 üstə gəl A, 32 üstə gəl A. Deməli, aldığımız cavab bu oldu, 32 üstə gəl A. Bu cəm 3-ə bölünməlidir ki, biz deyək ki, bu ədəd özü də 3-ə bölünür. Bu cəmin 3-ə bölünməsi üçün A hansı qiymətləri ala bilər? Gəlin yoxlayaq. Sıfırdan başlayaq. A sıfırı da ala bilər, çünki A sondadır. Əgər əvvəldə A yazılsaydı, belə bir sual olsaydı, tutaq ki, belə bir sual verib, A 32. Bu ədəd soruşur ki, tutaq ki, 3-ə bölünür və yaxud da başqa bir ədədə bölünür. Bu zaman biz A-ya heç vaxt 0 deyə bilməzdik, çünki A əvvəldə başlayıb. 0 ilə başlayan bir ədəd yoxdur. Əgər desəydi bu 3 rəqəmli ədəd tutaq ki, nəyəsə bölünür, biz A-ya 0 deyə bilməzdik, amma burada deyə bilirik. 0 halında yoxlaya bilirik yəni. Yoxlayaq. A 0 olarsa, onlar 32 üstə gəl 0. Bu eləyir 32. 32 də 3-ə bölünmədiyi üçün bu hal ödənmir. Davam edək. A-ya 1 verək. A 1 olanda 32 üstə gəl 1 neçə eləyir? 33. Cəmi eləyir 33. 33 3-ə bölünür. Bu ola bilər. Amma ki, A1 olanda baxırıq ki, A1 olanda bu ədəd cüt ədəd olmur. Yəni 2-yə bölünmür. 2-yə bölünmə əlaməti ödənmir. Ona görə də deyirik ki, bu halda düzgün deyil. A-nın 2 olan halına baxaq. A2 olanda 32 üstə gəl 2 eləyir 34. 34 3-ə bölünmür. Ödənmədi. A-nın 3 olan halına baxaq. A3 olanda cəm eləyir neçə? 32, o da 3, 35. 35 3-ə bölünmədiyi üçün bu halda ödənmir. A-nın 4 olan halına baxaq. 32 üstə gəl 4 eləyir 36. Bəli, 36 3-ə bölünür. Bu hal ödəndi. İndi gəlin 2-yə bölünməsində yoxlayaq. Əgər burada 2 yazsaq A-nın yerinə 2 yox, 4. 4 yazsaq cüt ədəd alınar və bu ədəd 2-yə də bölünər. Deməli 2-yə də bölündü, 3-ə də bölündü. Cavabı tapdıq. A4 olanda bu ədəd həm 2, həm də 3-ə bölünür.
Digərlərində bir-bir yoxlaya bilərik. Baxaq, A5 olanda. A5 olanda cəm olur 37, 37 3-ə bölünmür, həm də tək ədəddir. Tək olduğuna görə 2-yə də bölünmür. A6 olan hala baxaq. 32 üstə gəl 6, 38, 3-ə bölünmür. A7 olan hala baxaq, eləyir 39, 39 3-ə bölünür, amma A-nın yerinə 9 yazanda tək ədəd alınır deyə 2-yə bölünmür. A-nın 8 olan halına baxaq, cəm eləyir 40, 40 3-ə bölünmür. A-nın 9 olan halına baxaq, A9 olanda cəm eləyir 41, 41 də 3-ə bölünmür. 9-a qədər yoxlayırıq, çünki dedim ki, bunlar A rəqəm ola bilir, təkcə ədəd ola bilmir. A-nın 4 qiymətində bu ədəd 6-ya bölündü. Cavab 4. Burada A1 qiymət ala bildi təkcə, A4-ü ala bildi, amma başqa da ola bilər. Məsələn, ola bilər ki, A təkcə bir qiymət almasında, bir-iki dənə qiymət ala bilsin. Bu zaman bizdən də soruşa bilər ki, A-nın mümkün qiymətlərinin cəmini tapın. O zaman da cəmləyirik. Məsələn, ona aid bir nümunə yazım. Məsələn, belə bir sual ola bilər ki, bu 4 rəqəmli ədəddir. Bu 4 rəqəmli ədəd əgər 3-ə tam bölünürsə, 3-ə qalıqsız bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tapın. Biz də 3-ə bölmə əlaməti bilirik ki, ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. Rəqəmlərinin cəmini tapaq. 4 üstə gəl 3 üstə gəl A üstə gəl 4. Rəqəmlərinin cəmi eləyir neçə? 11 üstə gəl A. İndi A-ya qiymətlər verək. 0-dan başlayaq. A0 olanda cəm neçə olur? A0 olanda cəm neçə olur? 11. Cəm olur 11. 11 3-ə bölünmədiyi üçün bu hal mümkün deyil. Yəni 0 yazsaq əgər A-nın yerinə bu ədəd 3-ə bölünməz. A-nın yerinə 1 yazaq. A1 olanda cəm eləyir 12. 12 3-ə bölündüyü üçün deyə bilərik ki, A1 olanda alınan ədəd də 3-ə bölünər. Bu düzgün cavabdır. Sonra A-nın 2 olan halına baxaq. A2 olanda cəm eləyir 13. 13 3-ə bölünmür, bunu götürmürük. A3 olan halına baxaq. A bərabərdir 3 olanda cəm eləyir neçə? 14. 14 3-ə bölünmür, deməli A3 olan hala da baxmırıq. A4 olan hala baxaq. Eləyir 15. 15. Cəm eləyir 15, deməli A4 ola bilər. Bunu götürək. A-nın 5 olan halına baxaq. A5 olanda cəm eləyir 16. 16 3-ə bölünmür. A6 olan hala baxaq. A6 olanda cəm eləyir 17. 17 3-ə bölünmür. Bunu da götürmürük. A8 olan hala baxaq. A8 olanda cəmi eləyir 19. 19-da bölünmür 3-ə. A-nın 9 olan halına baxaq son olaraq. Bu zaman cəm də eləyir 20. 20 də 3-ə bölünmür. Bunu da götürmürük. Deməli, A-nın mümkün qiymətləri hansılar oldu? 1 və 4. Bizdən də bunların cəmini soruşur. 5 isə gəl 4 eləyir 5. Bu qədər. Bu natural ədədlər mövzusunun izahının birinci hissəsidir. İkinci hissəsini də çəkib videonu yerləşdirəcəm kanala. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun.